görürsünüz uşaqlar? Su. Görürsünüz. İndi nə görürsünüz? Siz mənə deyə bilərsiniz, bütün bunlar nəyə işarədir? Çərşənbələrimizin adları. Çərşənbələrimizin adlarıdır. Mən bilirəm ki, siz çərşənbələr haqqında çox şeylər bilirsiniz. Kim çərşənbələr haqqında danışa bilər? Elxan. Birinci çərşənbə su çərşənbəsidir. Birinci çərşənbəyə yer arasında əvvəl çərşənbə deyirlər. Əvvəl çərşənbə gələndə sular canlanır, təzələnir. Hər kəs o sudan etsə, azad bezardan azad olar. Təzə suyun üstündən tullanmaq adama ağır gətirir. Daha kim danışa bilər? İkinci çərşənbə ot çərşənbəsidir. Bu çərşənbəyə ikinci çərşənbə deyirlər. İnsanlar ot və güneşi nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez istinər. İnsanlar tonqol üstündən tullanaraq sözləri deyirlər. Ağırlığım, uğurluğum, ağırlığım, azar-bezarım burada qalsın deyirlər. İkinci çərşənbə isə yer çərşənbəsidir. Yer çərşənbəsində külək yatın gəldiyini xəbər verir. İnana görə bu çərşənbədə oyanan yer, oyanmış suyu, otu hərəkətə gətirmiş. Dördüncü çərşənbə torpaq çərşənbəsidir. Su, od, yer, torpaq xatunun məbədinə gəlirlər. Torpaq xatununu oyadırlar. Torpaq xatun deyir, mən sonuncu çərşənbəyəm, mənə torpaq çərşənbəsi deyirlər. Mən gələndə yer oyanır, torpaqlar nəfəs alır. Artıq əkinə hazır olur. Çiçəyi getdi, Mübarək. Uşaqlar, bax bu danışdıqlarımızdan, ekranda gördüklərimizdən biz hansı sözdən çox istifadə etdik? Novruz. Novruz sözünü, daha hansı sözdən? Bahar sözündən istifadə etdik, bayram sözündən. Daha hansı sözdən istifadə etdik? Yox, uşaqlar, ən çox çərşənbə sözündən. Düzdür, biz bayram sözündə, Novruz sözündə, bahar sözündə işlətdik. Amma daha doğru cavabı mənə Rübabə verdi. Bugün ən çox biz çərşənbə sözünü işlətdik. İndi gəlin birlikdə uşaqlar çərşənbə sözünü tələffüz edək. Çərşənbə. Çərşənbə sözü hansı səslə başlayır? Ç səsi ilə başlayır. Deməli biz bugün sizinlə yeni bir səs öyrənirik. Ç səsini öyrənirik. Uşaqlar, biz sizinlə C hərfi keçmişik. Ç hərfi də, bax C hərfini keçmişik. Ç hərfi də C kimi sağdan sola tərəf yazılır. İndi siz bunlar arasındakı fərqi özünüz görəcəksiniz. Uşaqlar, burada hansı şəkilləri görürsünüz? Çiçək. Bu şəkillər arasında nə fərq görürsünüz? Nuridə. Cücə heyvanlar aləminə aiddir, çiçək isə bitkilər Bitkilər aləminə aləminə aiddir. Çiçəyi Nuridə. Daha hansı fərqi görürsünüz uşaqlar? Daha hansı fərq var? Nuray. Cücə çirkildəyir, çiçək isə ləzzətlidir. Aferin. Daha hansı fərqi görürsünüz Səma? Cücə də samitlə başlayır, çiçək. Onun fərqli cəhəti deyil, şart cəhətidir. Fərqli cəhəti soruşan, hansı fərqli cəhəti var? Biri C hərfi ilə yazılır, biri isə səsi ilə yazılır. Uşaqlar, bəs bunların oxşar cəhətləri hansılardır? Sağ. Oxşar cəhətləri Cücə də hansı? samitlə başlayır, çiçək də samitlə Samitlə başlayır. başlayır. Daha hansı oxşar cəhəti var? Bunların oxşar... Müəllimə, C ilə C bir-birinə oxşayır. C ilə C bir-birinə oxşuyur. Uşaqlar, amma C ilə C arasında fərq var. Fikir verin, C səsi bir elementdən ibarətdir. C səsində isə iki element var. Aşağıdakı bu xətt bu ikisini bir-birindən ayırır. Biz bildik ki, uşaqlar, gəlin
Ç səsini tələffüz edək. Yenə tələffüz edin. Uzatmaq mümkündür? Mümkün deyilsə deməli Samitdir. Samitdirsə bunu hansı rənglə göstərir? Kim gəlib göstərə bilər? Elxan. Deməli, uşaqlar, Ç bildik ki, samitdir. Ç sözün əvvəlində, sonunda və ortasında işlənilir. Əgər cümlənin əvvəlində gəlirsə, Ç böyük hərflə yazılır. Saitlərə qoşularaq heca əmələ gətirir. Gəlin birlikdə Ç hərfini saitlərlə oxuyaq. Ç, A, Ç, Ç, U, Su, Ç, Ə, Sə, Ç, İ, Çi. İndi isə gəlin bu hecalardan sözlər düzəldək. Ça, Çaydan. So, Çoban. Su, Çubuq. Sə, Çətir. Çətir. Uşaqlar, biz bilirik ki, sağlamlığın əsas şərtlərindən biri idmandır. İdman zehni gərginliyimizi ortadan qaldırır. İndi də görürəm, deyəsən biraz yorulmuşsunuz. Gəlin, idmanla məşğul olaq. Kim gəlib kömək edir? Nuridə. Boynumu eğdim sağa, birazdan da sola. Eğildim tez kabağa, sonra çevrildim dala. Görünürüm balada, boy attım oldum uda. Görünürüm balada, boy attım oldum uda. Elini koy beline, sonra da at eline. Elini koy beline, sonra da at eline. Görünürüm balada, boy attım oldum uda. Görünürüm balada, boy attım oldum uda. Uşaqlar, şəkillərə diqqətlə nəzər salaq. Burada nə şəkil görürsünüz? Çətir. Çətirdən insanlar nə üçün istifadə edir? Yaşdan qorunmaq. Qorunmaq üçün. Çətir sözünü gəlin tələffüz edək. Çətir. Hansı səslə başlayır? Ç. Səsi ilə başlayır. Kim gəlib göstərər? İlahi. Hansı rənglə göstərməliyik? Göy rənglə göstərir. Şadənin sənə. İndi isə gəlin, çətir sözünü hecaya ayıraq. Çətir. Neçə heca var? İki. Nə üçün iki heca var? İki şahid sahib var. İki sait var, iki heca var. Deməli, bir sözdə neçə sait varsa, o qədər də heca var. Heca nəyə deyilir uşaqlar? Nuridə. Sözlərin asanlıqla hissələrə bölünməsinə heca deyilir. Kim gəlib çətir sözünü hecaya ayırar? Rübadə. İndi isə gəlin sahiblərin yerini müəyyənləşdirək. Kim gəlib sahibləri göstərər? Səma. Samitləri kim gəlib göstərər? Digər samitləri Nuran. Hansı rənglə göstərir samitləri? Göylə göstərir. İndi uşaqlar, burada istəyirəm ki, siz də əvvəli Ç hərfi ilə başlayan sözlər deyəsiniz. Kim bilir? Çaydan. Çaydan. Çubuq. Səfər. Səfər. Sani. Satir. Təpiş. Hacəli. Çapan.
Bəs çətir sözünü kim cümlə içərisində işlədər? Atam mənə çətir aldı. Atam mənə çətir aldı. Neçə söz var? 4. 4 söz var. Uşaqlar, cümlə nəyə deyilir? Kim deyər, cümlə nəyə deyilir? Murat, cümlə nəyə deyilir? Cümlə Bitmiş. bitmiş bir fikri bildirir. Daha? Cümlə böyük hərflə yazılır. Cümlə böyük hərflə yazılır. Daha kim bilir cümlə haqqında? Cümlənin sonunda nöqtə, nida, sual işarəsindən biri qoyulur. Afərin sizə uşaqlar. Uşaqlar, indi gəlin, ikinci şəkilə diqqət yetirək. Nə görürsünüz burada? Xonça. Xonça sözündə gəlin tələffüz edək. Xonça. Xonça sözündə ç səsi harada işlənib? Sözün ortasında. Sözün ortasında kim gəlib göstərər? Salih. Yox, əvvəlində yox. İndi isə gəlin, xonça sözünü hecəyə ayıraq. Xonça. Neçə hecə var? 2. Kim gəlib göstərər hecəni? Sağ ol. Afərin, sağ ol. Sahibləri kim gəlib göstərər uşaqlar? Nuridə. Bəs digər samizləri kim göstərər? Kim göstərər uşaq? Elxan. Afərin. Uşaqlar, xonça sözün kim cümlə içərisində işlədə bilər? Vaqif. Anam mənə xonça aldı. Bu cümlədə neçə söz var Vaqif? 1. Anam, say, barmağınla anam. Mənə xonça aldı. Neçə söz oldu? 5. Hecalar uşaqlar, Vaqif düz cavab verdi mənə. Gəlin, baxaq görək neçə söz var bu cümlədə? Anam mənə xonça aldı. 4. 4 sözdən ibarətdir. Uşaqlar, indi gəlin üçüncü şəkilə baxaq. Nə şəkili görürsünüz? Qot sözündə bəs su səsi harada yerləşir? Sözün sonunda. Sözün sonunda kim gəlib göstərər? Nergün. Uşaqlar, indi gəlin qot sözünü hecəyə ayıraq. Qot. Neçə hecə oldu? 1. Nə üçün? Bir şəhəri, bir sahib Bir var. sahib var. Burada sahib səs hansıdır? O. Kim gəlib göstərir? Ömər. Samiti də göstər. Əydir. Uşaqlar, indi gəlin qot sözü cümlə içərisində işlədək. Dəniz qot sözünü cümlə içərisində işlədək. Bilmirsən qot sözünü. Kim işlədə bilər uşaqlar qot sözünü? Ömər. Qurban bayramında qot kəsdilər. Bəs bu cümlədə neçə söz var? Qurban bayramında qot kəsdilər. 4 sözdən ibarətdir. İndi uşaqlar, gəlin biz elə sözlər tapaq ki, ortada ç səsi işlənsin. Xalça. Aha, xalça. Qayçı. Qayçı. Daha hansı sözlər bilirsiniz? Sonunda işlənir. Qayçı, açar, xalça. İndi isə gəlin, sözün sonunda ç səsi işlənən sözlər tapaq. Qoz. Quş. Qaz. Aha, qaz. Daha hansı sözlər bilirsiniz uşaqlar? Uç. Afərin sizə. Açar. Açar sözündə harada işlənib? Vaqif səsi harada işlənib? Ortasında, biz sonunda deyirik. Uşaqlar, indi gəlin yenidən monitora nəzər salaq.
nə görürsünüz burada? Axan çay. Axan çay. Axan çay, bitki formadan akar. Günəş çay, Uşaqlar, burada çay sözü müxtəlif mənalarda işlənmişdir. Amma fikir verirsinizmi, su səsi harada işlənir? Əvvəlində. Əvvəlində. İndi nə görürsünüz? Səmən, çoban, səhədiş, çəkmə. Bəs burada harada işlənib su səsi? Əvvəlində. İndi nə görürsünüz uşaqlar? Səy sözündə su hərfi harada görsənir? Gələn sözündə də əvvəlində işlənmişdir. İndi nə görürsünüz? Keçi. Keçi necə heyvandır uşaqlar? Keçi heyvandır. Keçi sözündə harada işlənir? Ortasında. Göyərçi. Sözündə harada işlənir? Göyərçi necə quşdur uşaqlar? Quşudur. İndi nə görürsünüz? Həylə dözümlü Sərsəm. Hər fəsilə dözümlü quşdur. Burada da harada işlənir? S hərfi ortada işlənmişdir. İndi nə görürsünüz uşaqlar? Çamalca nədir uşaqlar? Xalq çalğı aləti. Azərbaycan xalq çalğı alətidir. Çamalca sözündə su səsi harada işlənir? Xalq çalğı. Bəs burada harada işlənir? Sözün ortasında. Nə görürsünüz? Burada harada işlənir? Sonunda. Su hərfi sözünün sonunda işlədilir. Uşaqlar, indi gəlin, elə şeirlər deyək ki, orada da ç səsi işlənsin. Kim bilir? Sinas çiçək dəlikdir, ləçək edibdir. Sinas dedi, Sinas, axı çiçək heyfdir. Afərin, Rəhimə. Çəmən həyətə qaçdı, əlin göyləri açdı. Görən kimi yaxşı, güllü çətiri açdı. Burada ç səsi harada eşitdik? Rəhimə, harada işlənir uşaqlar? Sətir, çəmən, qatlı sözlərində eşitdik. Bəs uşaqlar, mən bilirəm ki, siz çoxlu atalar sözləri bilirsiniz. Elə atalar sözləri deyə bilərsiniz ki, biz orada ç səsi eşidək. Ömər? Su kiçindir, yol böyük. Afərin. Burada hansı sözdə işlənir ç səsi? Kiçindir. Kiçindir sözündə. Turan. Çörək verənin çörək bol olur. Afərin. Gübarə. Çörək bol olsa basılmaz zaten. Burada hansı sözdə işlənir? Çörəkdə. Çörək sözündə. Daha kim bilir? Vaqif. Çox işləyən azlanır. Afərin Vaqif. Çox. Çox sözündə işlənir burada. Uşaqlar, indi gəlin tapmacalar deyək ki, orada da ç səsi eşidilsin. Nuridə. Üzər qatan izi yox, şılda qatan izi yox. Açması. Bağlar. Burada hansı sözdə işlənir? Qaçar. Qaçar sözündə. Salih. Adım bir dana, açdım min dana. Açması. Nar. Bəs burada harada eşitdik uşaqlar? Açdım sözündə. Bura. Deyir nə vaxtayla daşar, sözlər düzlər yaşıllaşar. Açması. Bahar fəsli. Uşaqlar, Nuray çay dedi, mənim yadıma çay düşdü. Axı bizim də burada bir çayımız var. Çayımızda da çoxlu seyirli balıqlar yaşayır. Amma bu balıqlar elə belə balıqlar deyil. Hamı bu balıqları tuta bilməz. Ancaq savadlı, ağıllı uşaqlar bizim çayımızdan balıq tuta bilərlər. Kim özünə güvənirsə gəlib balıq tuta bilər. Vaqif. Müəllimə, mən balıq tutdum. Afərin sənə Vaqif. Mən inanmırdım ki, sən balıq tuta bilərsən. Nə görürsən? Balığımızın üstündə Meyvələr. testlər var. Gərək bunların cavabını bizə verəsən. Nə görürsən burada? Meyvələr. Hansı meyvələri görürsən? Çirələr, arman, banan. İndi sən bizə de görək, burada hansı meyvədən daha çoxdur? Çirələr. Neçə çiyələk var? 4. Afərin, əyləş Vaqif. Çiyəli bax, əyləş. Daha kim gəlib tuta bilər? Sərma.
Afərin sənə Səma. Səma, baxaq görək sənin balığın içində nələr var. Aha, burada nə görürsən Səma? Mən burada xonça görürəm. Sən bizə de görək, burada neçə şəkər bura var? Afərin sənə də. Zəka, Cəlqa. Daha kim gəlib tuta bilər Rübabə? Afərin sənə. Rübabə, sən nə görürsən burada? Yumurtalar. İnsan yumurtaların sayını bizə deyil. Neçə yumurta görürsən? Afərin sənə də Rübabə. Daha kim gələr uşaqlar? Ömər. Mən də balıq. Afərin Ömər. Sən nə görürsən Ömər? Burada quşlar var. Burada qaranquşlar var. Sən bizə də görə neçə qaranquş var burada? 1, 2, 3, 4, 5, 6, 7. Afərin Ömər əyləş. Afərin sizə uşaqlar, görün nə qədər balıqlar tutdunuz. Mən inanırdım ki, siz balıq tuta biləcəksiniz. Uşaqlar, bəs bu balıqları neyniyəksiniz? Aparaq uşaqlar. Akvaryumda saxlayaq. Yox. Gəlin onları çaya buraxaq. Qoyub getsinlər. Uşaqlar, sonanın təşrifini mən də bəyənirəm. Gəlin bu bayram günündə balıqlarımızı incitməyək. Çaya buraxaq, üzüb getsinlər. Çərşənbəniz mübarək. Bu Novruz sizlərə uğur gətirsin, sevinç gətirsin, ruzi, bərəkət gətirsin. Kədəriniz, azar-bezarınız tonqalda yansın, suyla axsın, yel aparsın. Torpağımız bizlərə bol ruzi, bərəkət versin. Uşaqlar, mən bugün buraya əli boş gəlməmişəm. Bu mənim sizə kiçik Novruz xonça sovqatımdır. Sizcə bu xonçanın içində nələr var? Düzdür, amma bizim xonçamız çox fərqlidir. Burada keçəl ilə Kosa sizə öz tapşırıqlarını göndəriblər. Görün, siz bu tapşırıqların öhdəsindən gələ biləcəksinizmi? Xoş gəlmişsən Bahar qız. Sən öz gəlişin də bizi çox sevindirdi. Bu il qış çox sərt keçdi. Biz bu qış günlərində səni çox özlədik. Ona görə sənin gəlişin bizi bu gün daha çox sevindirdi. İndi isə xonçanı yerə qoy. Əyləş gör bizim uşaqlarımız nələrə qadirdir. Uşaqlar, gəlin. Bahar qızın tapşırıqlarını yerinə yetirmək üçün əvvəl qruplara bölünək. Siz mənim əlimdə nə görürsünüz? Həndəsi figuru. Hansı həndəsi figuru? Dairə. Əsildir. Üçbucaq.
Bəsindir. Kvadrat görürsünüz. Uşaqlar hərəniz bu həndəsi fiqurlardan birini götürün. Götür, fərqi yoxdur. Sulu bir çək. İndi isə uşaqlar, kvadrat götürənlər birinci masaya yaxınlaşsın. Dairə götürənlər ikinci masaya yaxınlaşsın. Üçbucaq götürənlər üçüncü masaya yaxınlaşsın. Sizin qarşınızda testlər var. Amma əvvəl gəlin öz liderlərimizi seçək. Liderlər bu masaya yaxınlaşsın. Burada müəyyən qrup adları var. Hərəniz öz qrupunuza adlar seçin. Ömər, sən hansını seçdin? Nə üçün seçdin? Çünki bizim yeraltı sərvətimizdir. Həm də bizim bağçamız neft şirkətlərinin tərkibindədir. Afərin. Bəs hansını seçdin sən? Göyərçin. Nə üçün göyərçini seçdin? Çünki göyərçin sürqüş. Həm də göyərçin sözündə çığ səsi eşidirik. Bəs sən hansını seçdin? Çırağı. Nə üçün çırağı var? Çünki çırağı hər yanı işıqlanır. Çıraq nə səsi ilə eşidirik çırağı? Çığ səsi ilə eşidirik. Afərin. Uşaqlar, indi sizin qarşınızda testlər var. Burada müxtəlif şəkillər görürsünüz. Amma şəkillər rənglənmir. Bu şəkilləri siz rəngləməlisiniz. Amma elə etməlisiniz ki, bu şəkillər içərisində yalnız hansı şəklin tərkibində çığ səsi varsa, o şəkillər rənglənsin. Vaxt qum saatı ilə ölçülür. Tapşırığı düzgün. Hansı komanda düzgün və tez yerinə yetirsə, qalib komanda həmin komanda seçiləcək. Başlayın. Gündüz gelecek, çık 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 iş